Ölkə başçısı Prezident İlham Əliyev işğaldan azad olmuş ərazilərdə fəaliyyət göstərən peşə təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişlərinin dövlət tərəfindən qarşılanması ilə bağlı təhsil qanununa edilmiş dəyişiklikləri təsdiqləmişdir. Bu əslində çox sevindirici xəbərdir və hesab edirəm ki, bir çox valideynlər və yuxarı sinif şagirdləri bu xəbəri diqqətlə izləməlidirlər. Çünki bir çox hallarda bizim kanalımıza və mənim şəxsən özümə müraciətlər olunur ki, Tuğay müəllim, mənim uşağım ali təhsil almaq iqtidarında deyil, yəni ali təhsil alacaq gücdə deyil, bu uşağı hara yönləndirə bilərik? Mən bir çox hallarda həmin şagirdlərə, valideynlərə peşə təhsilini seçməsini tövsiyə edirəm. Və bugünkü xəbər də həmin valideynlər üçün, şagirdlər üçün əslində çox sevindirici bir xəbər oldu. İlk növbədə ona görə ki, bir çox şagirdlərimiz var ki, ödənişləri ödəyə bilmədiyi üçün bir çox hallarda onlar təhsil arzuları ola bilər ki, yarımçıq qalsın. Və həmin şagirdlər üçün, valideynlər üçün, yəni sosial həssas təbəqəyə malik olan ailələr üçün bu xəbər əslində çox sevindirici bir xəbərdir. Digər bir tərəfdən isə nəzərə alsaq ki, işğaldan azad olmuş torpaqların işğaldan azad olunması üçün minlərlə şəhidimiz canından, qanından keçmişdir. Hesab edirəm ki, həmin ərazilərdə olan təhsil müəssisələrində təhsil almaq həmin şəhidlərimizin də ruhunu şad edər və hesab edirəm ki, bizim də vətəndaş olaraq borcumuzdur ki, həmin işğaldan azad olmuş ərazilərin inşasına, oranın inkişafına, oranın təhsilinə töhfə verək. Və mən qeyd etmək istərdim ki, burada hal-hazırda, yəni işğaldan azad olmuş ərazilərdə ümumilikdə 8 peşə təhsil müəssisəsinin inşası nəzərdə tutulur. Bunu bugün Peşə Təhsil üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərimov Kürdəmirdə açıqlamasında bildirmişdir və bəs hal-hazırda əlimizdə olan fəaliyyət göstərən peşə təhsil müəssisələri hansılardır? İstərdim ki, bu haqda da məlumat verim. Deməli, hal-hazırda Füzuli şəhərində yeni peşə təhsili mərkəzinin tikintisi davam edir. Eyni zamanda 2025-ci ilin əvvəlində Şuşa şəhərində yerləşən peşə təhsil müəssisəsində də əsaslı təmir işlərinə start verilib. Füzuli peşə təhsili mərkəzi müasir standartlara uyğun inşa edilir və ilk mərhələdə 750-800 nəfərlik tədris gücünə malik olacaq. Mərkəzdə sənaye, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə ənənəvi ixtisaslarla yanaşı informasiya, kommunikasiya texnologiyaları, alternativ enerji, nəqliyyat və aviasiya sahələrində uyğun ixtisasların da tədrisi planlaşdırılır deyə Ceyhun Kərimov bildiribdir. Hörmətli valideynlər, hörmətli şagirdlər, əgər siz də hiss edirsiniz ki, yuxarı siniflərdə artıq sizin universitetə getmək, universitet balını toplamaq kimi bir, belə deyim, gücünüz yoxdursa, o zaman vaxt itirmədən peşə təhsil müəssisələrinə və yaxud da ki, kolleclərə istiqamətlənin. Və sonunda onu qeyd etmək istərdim ki, hər kəs ali təhsil alacaq deyə bir yanaşma dünyanın heç bir yerində yoxdur. Hətta dünyanın inkişaf etmiş ölkələrində belə bir yanaşma yoxdur. Ancaq hər bir şagird, hər bir vətəndaş mütləq şəkildə hər hansı bir peşənin sahibi olmalıdır. Və qeyd etmək istərdim ki, bizim ölkə olaraq ali təhsilli mütəxəssislərə olan ehtiyacımız qədər eyni zamanda öz peşəsini, sənətini mükəmməl bilən mütəxəssislərə də ehtiyacımız var. Xüsusilə də Qarabağın